بسم الله الحمد لله والصلاة والسلام على رسول الله أما بعد. وفي الأثر يقول الله عز وجل: أنا طبيب عبادي، فمن عبادي من لا يصلح له إلا الغنى ولئن أفقرته لأفسدت عليه دينه. أنا طبيب عبادي. Çok güzel bir eserde rivayet olunur ve eserin özü nispet olarak hadis kutsi kimi rivayet olunsa da eserin özü kitap ve sünnenin ümumi nususuna muvafiktir məna cəhətdən. Ona göre selefler bunu kitaplarda getirirler fayda babından. Ve mənası çok güzel olduğuna göre istedim size paylaşım. Allah Azze ve Celle buyurur: Ene tabibu ibadi, kullarımın tabibi mənim. Yani onları mənim kimi daha güzel tanıyan, onların hal əhvalına bələd olan, onlara hansı uygundur, ne uygun değil, ne onları ıslah edebilir dininde, dünyasında, ahiretinde, ne onları fesada uğradabilir, onu məndən daha güzel bilen yoktur. Doğrudan necid olmasın. Ələ ya'lemu men xalaq, meğer o bilmir ne yaratıp. Ve huve latiful habir. Latif ve her bir şeyden haberdar olan, bütün her bir şey teferruatıyla bilen, asla icat edeyen odur. Meğer icat ettiğini, halk ettiğini daha güzel ondan kimse bilebilir mi? Rivayete qayıdaq, buyurur ki Allah Azze ve Celle: Ene tabibu ibadi, kullarımın tabibi mənim. Yani onların mən hamından güzel tanıyıram. Onların hal əhvalına məndən daha güzel bələd olan yoktur. Onlar arasında eləsi var ki, ona yalnız var dövlət və zənginlik uygundur. Eğer onu kasıb etsem, dininde fesada uğradaram. Allahu Ekber. İbadi, yani mənim qullarım. Yani Rahmanın məxsus mümin qulları. Onların təbibi mənim. Mən biləm ne onları ıslah edecek. Hem dünyasında hem ahiretinde. Onlara uygun hansıdır onu bilen mənim. Məndən güzel daha bilen yoktur buyurur Azze ve Celle. Kullar arasında eləsi de var ki, ona yalnız zenginliği ve var dövlət uygundur. Eğer onu kasıb etsem, yoksul etsem, dininde fesada uğradaram. Vallahi tanıyırıq, eşitmişik, görmüşük. Tarih boyu da belələri var. Misallarını çekmişik dəfələrlə. Abdullah ibn Mübarək, Uthman ibn Affan, Abdurrahman ibn Avf, Abu Bakr Sıddık. Bunlar zengin sahabelerdir. Tabinlerden var, atbə tabinlerden var. Var dövlət servetle onlar Allah'a ibadet edirlər. Onların var dövləti, mesela Abdurrahman ibn Avf'un var dövləti, bilirsiniz ki, öləndə malını necə bölür də. Bu Bədirdə iştirak edenlere getdi. Kiselerle qızıllar. Bu muhacirlere, bu ansarlara, bu Peygamber sallallahu aleyhi ve sellem'in zövcələrine məxsus. Yani insan mirasını paylamamıştan qabaq Allahu Ekber vəsiyyətlər paylayır. Vəsiyyətlər, Allahu Ekber. İnsanlar var ki, var dövlətle subhanallah cənnəti kazanır. Var dövlət ona uygundur. Var dövləti onun baştan ayağı onu Allah'a yaxınlaştıran qurba ve taat ve ibadetlerden ibarətdir. Yetimin başını oxşuyur, dulun, kasımın, yoxsulun yanındadır. Fakir fukaraya gelir onun malı. İnsanlar tanırım, eşitmişim ve eşitmişik. On yok, yüzlerle aileye onun şəxsi bücəsindən azıqa gedir. Həftəlik və aylıq. Ümrəsindən qalmır, ümrəsinə başqasına hədiyyə göndərir. Bunu ölümdən qurtarır, əməliyyat elətdirir. Buna müalicə pulu göndərir və s. ilə axır. Var elə insanlar. Yani onun var dövləti bir ruhsuyla. Yalnız birləşdirmək, xeyirxahlıq, ehsan, ana ataya qayğı, sayğı, qohum əqrabı bağları. Allah Teala deyir ki, bunu mən kasıb eləsəm məhv olar. Dinində fəsada uğrayar. Doğrudan da həqiqətən insanlar var ki, onları Allah Teala müflis eləsə, dinində fitnəyə düşəcəkdir. Düşəcək və bir daha ayağa qalxmayacaq. Ola bilsin gerek fitnəyə düşsün ki, artıq hətta Allah'tan uzak düşsün. Var dövlət ona uygundur. Misallar da çoktur. Rivayetin devamına baxaq. Ene tabibu ibadi, kullarımın tabibi mənim. Onlar arasında eləsi de var ki, ona yalnız yoxsulluq yaraşır. Eğer mən onu zengin eləsəm, dinində fəsada uğradaram. Allahu Ekber, bunun da misalını görürsünüz. Ve bunlar çoxluq təşkil edir adətən. Və nə çoxdur cəmiyyət elə insanlar, tarixdə də var. Misal üçün,
Tefsir alimlerinin zikrettiği Beni İsrail'deki bu rivayet çok güzel. Meseleye münasiptir. Musa Aleyhisselam bir defa geçende görür bir yoksul. İnsan ellerini kaldırıp imdad edir. Adam o kadar yoksuldur ki, yani özür istem, övratını örtecek bir paltarı yoktur. Bir izar var ki yukarı çekende baldırları çölde kalır. Ellerini açıp mühkem Allah'tan yalvarır. Ya Rabbi, Ya Rabbi, Ya Rabbi, Ya Rabbi. Musa'nı görerken, ey Musa, ey Kerimullah, Allah'ın kerim peygamberi. Rabbinin yanına gidende ona söyle ki, bana bol bol ruzu kapıları, geniş ruzu kapıları açsın. Yoksulluk, fekaret beni mahvetti. Musa Aleyhisselam da Rabbine münacaat edir ve duası müstecab olur. İller geçir bu Musa Aleyhisselam bir beldeden geçende pazarda büyük bir mehşer görür. İnsanlar toplumu. Görür ki bir neferi idam edirler. Beldenin en varlı insanlarından biri. Etmediği cinayet kalmadı. Zorakarlık, kesipkarlık, cemaatin hakkına girmek, mülk kesip eləmək, adam götüzdürmək, bununla zina eləmək, onun eybini örtməkdən ötürü onu da uşağında hamileyken öldürmək. Etmediği cinayet kalmadı adamın. Musa Aleyhisselam hemin adamı görəndə tanıyır. Bəli, hemin o insandı. Ya Rabbi, Ya Rabbi, geniş, bol, bol. Bu insana var dövlət yaraşmır. Bu insana yoksulluk, fakirlik yaraşırdı. Fakir olanda Allah'a çağırırdı. İndi ise tamamen unutup her şeyi. Hem dünyasını hem ahiretini birden itirdi. Böyle misallar çoktu. Birini biz tanıyorduk 20 yıl bundan qabaq. Dua eyləyən dedi ki, Ya Rab, Ya Rab, Ya Rab, ver. Deyirdi ki, şart söyle. Ya Rab, eğer xeyirlidirsə bol ve geniş ruzu qapılarını aç. Xeyirli deyirsə dedi, yo. Ya Rabbi, mənə bol, geniş ruzu qapılarını her tərəfdən aç. Şart qəbul eləmirdi. Xeyirli, şər, ziyan, yo, ver. Allah Teala verdi. Əvvəl birinci safdaydı, sonra axırıncı safda da görsənmədi, sonra məsciddə görsənmədi. Sonra Range Rover'dan Galimvagin'e geçti. Problem yoktu. Namazlar terk edildi ve bu problemdi. Namaz gitti elden. Ve sonra şarap badesiyle yanında da hoşa gelmeyen bir insanla pis iş görmek niyetiyle eve çıkanda yolda tanınmış o büyük şose var ya, sürat haddi. Orada kamazın altına girdi. Oyla da dünyada ahiret hamısı birden gitti. Bereler de eşitlik gördük yani. İnsanlar da var ki müminler arasında, kullarım arasında eləsə var ki ona var dövlət yaraşmır. Eğer ben onu zengin etsem dininde onu fesada uğradaram. Məhvolar gedər. Eləsini de gördük, eşitdik, belə de var. Rivayetin devamına baxaq, çok güzel rivayetdir. Deyir ki, min ibadi ve kullarım arasında elələr de var ki, ben de kullarımın təbibiyəm. Eğer ben onu afiyet ve sağlam etsem, dininde fesada uğradaram. Ve ben kullarımın təbibiyəm. Kullarım arasında eləsi de var ki, eğer onu xəstə eləsəm, dininde fesada uğradaram. Bunda misalları çoxdur. İnsan var ki, daimi xəstəliyə tutulur ve bu xəstəliklə dünyasını ve ahiretini kazanır. Bir məsəl çəkim, Avustralya'da bir genç var idi, Müslüman ailesinde doğmuştu. Allah'tan uzak düşmüştü, çok zengin idi, büyük şirketlerin sahibiydi Avustralya'da. Yani 20 yaşında artık bunun Ferrari'leri ağ renkte, kırmızı renkte, saat koleksiyaları onda dolaptaydı yani. Saatlerinin sayını yitirmişti. Saatlerdeki 10 bin ile 100 bin arasında. Ayakkabı koleksiyaları, dünyanın en belə zengin markalarını istifade edirdi. Allah'tan uzak düşmüştü. Geceleri barda, kulüpte vesaire, içki ibadeler vesaire. Günlerin bir günü çok güçlü bir sancı hissedilir. Gelir hekime ve yoklama esnasında məlum olur ki, bunda xərçəngdir. Axırıncı stadiya, 4-cü stadiya. Yani yaşamağına bir neçə ay qalıb. 3 ay, bəlkə də 6 ay, Allah bilir. Həkim buna deyir ki, və qayda iş yoxdur. Metastaz tüm bədənə verib səni qurtara bilmirik. Çox gec gəlmişsən, haradasan? Bu insan elə bil ki, ildirim bunu çaxır da həyatında. Bir sirkələnmə baş verir, bu insan tamamilə ayılır. Gedir, həmən qusul alır. Mescidə gedir, əllərini açılır. Rəbbi ilə tənhada, xəlvətdə qalır. Hönkür-hönkür ağlayır, Allah'tan üzr istəyir və Allah'a dönür. Namazlarını bərpa edir, tövhidini bərpa edir. Mesciddə birinci safdan əl çəkmir. Artıq ölüm qapıdadır. Başa düşür ki, həyatında olan qırmızı ağ Ferrari'lər burada qalacaq. Ahirete gitmeyecek.
Neyinir? Onların hamısını satır sədəqə edir. Bütün saat kolleksiyaların hamısını sədəqə edir. Satır ya da ki sədəqə edir. Və neynir? Allahla özü arasında əhd peyman kəsir. Ya Rab, sənə həmdü sənalar olsun. Bu hədiyyəni mənə verdin. Onu verilişə dəvət edirlər. Müxbir ondan soruşur bu xəstəlik haqqında. Deyir, mən bu xəstəliyimi Allahdan bir hədiyyə qəbul edirəm. Deyir, ne üçün hədiyyə? Deyir, Allah istəsəydi məni zəngin ikən, afiyet ikən, sağlam ikən öldürərdi. Amma harada öldürəcəkdi? Klubda, barda. Əlimdə şərab badəsi və pozğun bir həyat. Məhv olacaqdım. Nə namazı var, nə cənabət quslu var. Nə iman, nə heç nə. Çıxıb məhv olub gedəcəkdim. Halbuki Allah lütf eləmişdir. Müsəlman ailəsində dünyaya gəlmişəm. Amma Allah lütf elədi, məni qaytardı. Bu insan neyinir? Allahla özü arasında əhd peyman bağlayır. Rabbim ömrümü biraz uzat ki, mən bir xeyriyyə cəmiyyət açacağım. Və bütün var dövlətimiz, sərvətimin əksər hissəsini qul haqqından başqa istisna, onları vakf edəcəm. Doğrudan da Allah Teala bunun duasını icabət edir. Bu insan böyük bir xeyriyyə cəmiyyəti açır. Bütün var dövləti, sərvəti Afrikada quyu qazmaq, məscidlər, məktəblər tikmək, ac insanları gedir Afrikalı uşaqlar öz əllərini yedizdirir. Böyük işlər görür. Verməmişdən qabaq o həyat yoldaşının ailəsində mirasını və qul haqlarını ayırır, nə ki vəsiyyətdir. Qalan hamısını vakf edir. Allah da buna möhlət verir. 4-6 ay yaşayacaq ömrü 6 ilə kimi uzadır. Və deyir ki, bu Allah'tan mənə bir hədiyyədir. Əgər məni sağlam, afiyet içərisində eləsəydi, mən dinimdə fəsada uğrayacaqdım, elə deyir. Və sonra kəlmə-i şəhadətlə hüsnül xatimə elə gedir. Və qullar arasında eləsi də var ki, ona xəstəlik uyğundur. Eləsi də var ki, ona sağlamlıq uyğundur. Allah Teala onu xəstə eləyəndə dinində fəsada düşür. Elələri də var, misalları çoxdur. Çünki Allah Teala bilir sənə uyğun olan hansıdır. Ənə tabibü ibadi, qullarımın təbibi mənəm. Onları məndən daha gözəl tanıyan, ahvalına, halına bələd olan, nə uyğundur, nə onu islah edəcək, dünyasını, ahirətini daha məndən gözəl bilən yoxdur. Necə də olmasın, ələ ya'ləmu mən xalaq. Yəni, Allah Teala bilmir nə yaradıb. Bu iPhone-u sən icad eləmirsən. Özün bilirsən ki, iPhone uyğun olan nədir, uyğun olmayan nədir. O ki, qaldı səni icad edən, bilmir ki, sənə uyğun olan nədir, uyğun olan deyil. Allah Teala hər birimizi fərd olaraq tək-tək icad edib, xəlq edib. Hər birimizə hansı nə uyğundur, onu bilir. Bilir ki, mənə uyğun hansıdır, sənə uyğun hansıdır, ona uyğun hansıdır, ona görə. Ona görə qullar var ki, görürsən ki, səcdən qalxmır. Arkadaş, imkan ver keçim bir safa girim də, gəlmişsən sünnət namazı qılmağa, səcdəyə girib səcdən qalxmır. Halbuki üsub namazın sünnətindəndir ki, sünnəti çox qısa qılmaq. Adam səcdən qalxmır, bütün günü ruzu. Allah Teala yazıldığından artıq vermir ona. Çünki bilir ki, nə ona uyğundur. İnsan var ki, əlləri həp köydə. Allahım, ruzu genişliyi istəyir. Allah Teala genişliyi vermir. Çünki bilir ki, ona uyğun olan nədir? Allahın qulusansa, ibadur rahman, mənim qullarım arasında. Onlardansa Allah Teala sənə uyğun olan seçirsən. Amma yox, Allahın qulundan deyilsənsə, Allah Teala sənə geniş də aça bilər. Firona, Qaruna, Həmənə açan kimi. Və sonra bundan sonra sənə hansı vadidə həlak olmanı görsə, heç məcəl qoymaz, məhəl verməz. Məhv oldu olsun, olsun mənim qullarımdan deyil. Yəni, məni tanımayan, məni unutan, məni yaddan çıxartmış qullarımdandır. Mənim qullarımdan deyil. Amma mənim qullarım, innə ibadi, həqiqətən mənim qullarım üzərində sənin, ey iblis, heç bir saltanətin olmayacaq. Rahmanın qullarından olmaq çox böyük məqamdır, çox böyük şərəfdir. Çalış Rəhmanın qullarına ol. Bil ki, sənə gələn nədirsə, hamısı təqdir olmuşdur. İnnə kullə şeyin xalaqnahu bi qədər. Biz hər bir şeyi təqdir ilə yaratmışıq. Və xeyri olan Allah Teala'nın sənə seçdiyidir. Və Allah Teala'nın qədəri ilə razı ol, səbir ilə şükür göstər və riza göstər. Cənnətini qazan, dünyanı qazanmasan da. Allah subhanahu teala eşidənlər üçün faydalı etsin. Hədə və sallallahu və səllim alə nəbiyyinə Muhammed və alə alihi və sahbihi ecmaîn.